Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu termodinamikanın əsasları bölməsindən daxili enerji, bir atomlu ideal qazın daxili enerjisinə aid olan testlərin izahı olacaq. Keçək testlərimizin izahına. Baxaq bir nömrəli testimizə. Cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjisinin cəmini adlanır daxili enerji. Bilirik ki, zərrəciklərin hərəkət enerjisi molekulun orta kinetik enerjisi, qarşılıqlı təsir enerjisi isə nədir? Potensial enerjidir. Yəni NYK üstəgəl Y potensial. Sonra ikinci halda qapalı qabdır. Qapalı qab dedikdə burada qazın həcmi sabit qalır və qazı qızdırdıqda temperatur artır. Temperatur artanda molekulun orta kinetik enerjisi artır və bu da daxili enerjinin artmasına səbəb olur. Və biz götürürük D variantı, daxili enerji artır. Sonra qapalı qabdakı qazı soyutduqda isə əksinə daxili enerji azalacaq. Sonra keçək 4 nömrəli testə. 4 nömrəli testdə 3 Kelvin temperaturda 3 mol bir atomlu ideal qazın daxili enerjisi nə qədərdir? Bilirik ki, ideal qazın daxili enerjisi U bərabərdir 2D3 nü RT olur. Verilmiş kütləli ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Düsturu yazıb qiymətləri yerinə qoymaqla hesablaya bilərik. Deməli, temperaturu verib, nünü verib, edi verib. Baxın, həmin düsturda bu düsturdan istifadə etməklə enerjinin qiymətini hesablayırsaq, aldığınız cavabı kilojula keçməlisiniz. Deməli, əmsala keçmək üçün cavabı həmin əmsalın qiymətinə bölməliyik. Sonra 5 nömrəli testdə təzyiq verilib, ideal qazın daxili enerjisi verib, bir atomlu ideal qazın həcmini soruşur. Deməli, ideal qazın daxili enerjisinin düsturu indi qeyd etdik ki, U bərabərdir 2D3 nü RT və mindilik Klaperon tənliyinə nü RT bərabərdir P vurulsun V-yə. Düsturu çıxartdıqdan sonra həmin düsturdan təzyiqi tapmalısınız. Təzyiqi tapanda deməli 2U bölünsün 3V. Qiymətləri yerinə qoyub, məsələn, tutaq ki, 6-da təzyiqi soruşur. 5 nömrəli testdə isə həcmi soruşur. Məsələn, buradan həcmi də həcmi tapar. Deməli, həcmi tapmaq üçün 2U bölünsün, nə yazırıq? 3B. Qiymətləri yerinə qoyub hesablama aparırıq. Yenə cavab bizdə nə ilə gedir? Məsələn, tutaq ki, 6 nömrəli testdə kilopaskalnadır. Əmsala keçmək üçün cavabı həmin əmsala bölürük. Burada elə daxili enerjini bizə kilojoule kimi vermişdir. Sonra 7 nömrəli testdə də elə daxili enerji soruşur. Maddə miqdarı verib, deməli, temperatur verib, verib. Daxili enerji düsturuna yazırıq. U bərabərdir 2D3 nü RT. Uyğun bütün qiymətlər verilib, qiymətləri yerinə qoymaqla enerjini hesablaya bilərsiniz. Sonra 8 nömrəli testdə, deməli, 8 nömrəli testdə daxili enerji vahidi soruşur. Məsələn, əvvəlki dərslərimizdən də elə bilirik ki, enerji vahidi jouldur, sonra işin vahidi jouldur. Sonra 9 nömrəli testdə, baxın, belə bir ifadə verilir və həmin ifadə ilə hansı fiziki kəmiyyət təyin olur. Baxın, düstur qeyd edilir. Mötərizə içərisində mütləq oxumalısınız. Deməli, burada U bir atomlu ideal qazın daxili enerjisidir. Deməli, U-nun yerinə bir atomlu ideal qazın daxili enerjisi maddə miqdarı və universal qaz sabiti ilə olan düsturunu yazılar. Deməli, buradan ortaya çıxır ki, bu ifadədə temperatur tapılmışdır. Deməli, ideal qazın, deməli, qazın mütləq temperaturu. Sonra baxaq digər testlərimizə. 10 nömrəli testdə sabit temperatur. Sabit temperaturda ideal qazın daxili enerjisi onun kütləsindən asılıdır. Bunun üçün daxili enerjinin düsturunu yazırıq. U bərabərdir 2D3. Maddə miqdarını kiçik M bölünsün, böyük M vurulsun RT ilə əvəz edirik. Və buradan U burada kütlə ilə nədir? Düz mütənasib. Doğru cavabımız olacaq B variantı. Sonra 11 nömrəli testdə bizdən bir atomlu ideal qazın daxili enerjisinin ən kiçik qiyməti diaqramdakı hansı nöqtəyə uyğundur? Bunun üçün əvvəlcə biz ideal qazın daxili enerjisinin təzyiq və həcmlə olan düsturunu seçirik. U bərabərdir 2D3 V vurulsun V. Daxili enerjinin qiymətinin kiçik olması üçün təzyiqi də kiçik qiymət almalıdır, həcmi də. Bu zaman qrafikdə, yəni həcmə yaxın olan bir nöqtə götürdük. Baxın, bu nöqtə, bu da təzyiqdir. Hər iki nöqtədən xətlər keçirməklə kəsişmə nöqtəsində biz hansı nöqtədə kəsişdik? Bir nöqtəsində. Yəni, baxın, biraz böyük şəkildə çəkirəm. Bura P yazırsınız, bura V yazırsınız, burada 0. Həcmin kiçik qiyməti deyəndə 0-a yaxın, təzyiqin də kiçik qiyməti 0-a yaxın. Verilən nöqtələrdən xətlər keçirsək, həmin xətlər gəlib qrafikdə burada kəsişdir. Və kəsişmə nöqtəsində hansı nöqtə düşdü? Bir nöqtəsində. Deməli, bir nöqtəsində ideal qazın daxili enerjisi ən kiçik qiymət aldı.
Əgər bizdən 2 nöqtəsi soruşsaydı, onda sıfırdan uzaqda olan nöqtələr seçib, həmin nöqtələrin kəsişməsinə baxacaqdınız. Onda alırıq hansı nöqtə? 3 nöqtəsi. Sonra 12, 13 nömrəli testlər. Burada daxili enerji necə dəyişir? Verilmiş temperatur deyəndə ideal qazın daxili enerjisi temperatur sabit qalır. Enerji düsturu olaraq 2/3 nÜ/RT-ni nÜ-nə kiçik bölünsün molyar kütlə ilə açırıq. Temperatur sabit, molyar kütlə sabit, R də universal qaz sabitidir. Daxili enerji burada kütlə ilə düz mütənasibdir. Kütləni 3 dəfə artırdıqda daxili enerji də 3 dəfə artacaq. Doğru variant olur C variantı. Digərində isə yenə temperatur sabit, molyar sabit. Kütləni 2 dəfə azaldır. Kütlə 2 dəfə azalırsa, daxili enerji də 2 dəfə azalır. 14 nömrəli testdə isə verilmiş kütləli bir atomlu ideal qazın enerjisini hansı cihazdan istifadə etməklə təyin etmək olar? Məsələn, deyək ki, verilmiş kütlə, deməli kütlənin qiyməti məlumdur. Bilirik ki, universal qaz sabit olub, sabitdir. Molyar kütlə də sabitdir burada, çünki verilmiş qazdan söhbət gedir. Bu zaman biz ideal qazın daxili enerjisini hesablamaq üçün temperaturu təyin etməliyik. Temperaturu təyin etmək üçün də cihaz olaraq istifadə edirik termometrdən. Doğru cavabımız olacaq B variantı. Sonra 15 nömrəli testdə 273 dərəcə Selsi temperaturda ideal qaz 546 dərəcə Selsiyə qədər qızdırılır. Deməli, qazın temperaturu artıb. Temperatur artıbsa daxili enerji artır və deyir ki, neçə dəfə artar? Bunun üçün əvvəlcə nə etməlisiniz? Dərəcə Selsiləri mütləq Kelvinə keçməlisiniz. Deməli, birinci halda T1. T1-i 273 dərəcə Selsini Kelvinə keçmək üçün üzərinə 1 də 273 gəlirik. Çünki bilirik ki, dərsimizdən deməli, T dərəcə Selsi üstəgəlinə yazacaqsınız 273. İndi baxın, burada T-nin yerinə 273 yazsaq, alırıq 546. İkinci halda temperatur artıb. İndi isə 273-ün üzərinə 546-nı gəlirik. O zaman alacaqsınız 819. İndi baxırıq. Temperatur artıb, daxili enerji artıb. Temperaturu neçə dəfə artdığını tapmaq üçün, yəni T2 bölünsün T1, 819-u 546-ya bölməliyik. 819-u 546-ya böləndə burada 1,5 alınacaq. Buradan da alırıq ki, T2 bərabərdir, 1,5 T1. Temperatur 1,5 dəfə artırsa, deməli, ideal qazın daxili enerjisi də 1,5 dəfə artır. Çünki ideal qazın daxili enerjisi verilmiş maddə üçün yalnız temperaturdan asılıdır. Bu da burada T ilə düz mütənasib. Doğru cavabımız olur. Hansı variant? Doğru cavabımız olacaq A variantı. Sonra 16 nömrəli test. İdeal qazın daxili enerjisinin temperaturdan asılı qrafiki verilib və maddə miqdarı soruşur. Uyğun düsturumuz U bərabərdir 2D3 nÜ/RT. Və düsturdan maddə miqdarını tapsaq, nÜ-nü tapsaq, 2U bölünsün 3 vurulsun RT. Və buradan qiymətləri yerinə qoyuruq. Deməli, U bərabərdir 2 vurulsun. Deməli, daxili enerjini bizə 24 verir. Vahidinə mütləq diqqətli olun. Baxın, kilojolda çevirməlisiniz. 10 üstü 3-dür. Sonra 3 vurulsun. R-in qiyməti 8-dir. Deməli, 3 vurulsun nÜ/RT. Temperaturun qiyməti də 200-dür. Buradan hesab veririk. 3 vur 8, 24 edir. 24 getdi. Burada 100 var. Deməli, buradan 1 sıfırımız qaldı. 2 ilə də 2-ni aparsaq, onda alırıq ki, maddə miqdarı neçə moldur? 10 moldur. Sonra 17 nömrəli testdə deməli, 1 mol maddə miqdarını bizə verib 1 mol. Baxın, 1 mol. İzobar olaraq deyirsə, burada təzyiq sabit götürülür. Qazın həcmi 4 dəfə artır, V2 bərabərdir 4 verir. Bu zaman qazın başlanğıc temperaturu T1 bərabərdir 27 Selsidir. Mütləq Selsini Kelvinə keçirsiniz. Üzərinə 273 gələndə alacaqsınız neçə? 300 Kelvin. Yəni 273-ün üstünə 27 gəlirsiniz. R də 8-dir. İlki genişlənmədən sonra daxili enerji hesabla. Genişlənmədən sonraki mütləq temperaturunu tapmalıyıq. Deməli, Mendeleev-Klaperon tənliyinə görə PV bərabərdir nÜ/RT düsturundan. nÜ/RT sabitdir. Buradan alır ki, V temperaturlar düz mütənasibdir. Həcm 4 dəfə artanda temperaturda 4 dəfə artıb, yəni T2 bərabərdir 4 T1. Başlanğıcda da temperatur 300 olub. Alırıq 1200. Və deyir ki, daxili enerji genişlənmədən sonraki, onda 1200 ilə biz ona daxili enerji hesab edəcək. U bərabərdir 2D3 nÜ/R. Baxın, T2 ilə. Bura T2-nin qiymətini yazırsınız. U bərabərdir 2D3. NÜ-nün qiyməti 1-dir.
Məsələn, bu erin qiyməti 8-dir. Burada yazırsınız 1200. 2 ilə 8-i x-lara aparsaq 4. 3 vur 4 eləyir 12. Burada da bir 12 var. 12-nin kvadratı 144. Aldığımız cevabı da kilojoula keçəndə cevabı 1-ə bölürsünüz. Sonra 18 nömrəli test. Bundan əvvəlki testə oxşar bir testdir. Daxili enerji verib, maddə miqdarı verib. Buradan temperatur soruşur. Daxili enerjinin düsturunu yazdık. U bərabərdir 2D3 nü RT. Buradan nü'nü tapırsınız. Nü bərabərdir 2U bölünsün 3 vurulsun. Ne yazırıq? Buradan temperaturu soruşur. Dəqiqlə. Buradan temperatur soruşur bizdən. Deməli, U bərabərdir 2D3 nü RT. Və düsturdan temperaturu tapırsınız. Temperatur bərabərdir 2U bölünsün 3 vurulsun, nü vurulsun F. Qiymətləri yerinə yazaq. Deməli, U-nu verib bizə. Deməli, 2 vurulsun, 12 vurulsun, 10 üstü 3. Əmsalını mütləq qeyd etməsiz. Sonra 3 vurulsun. Burada maddə miqdarını, baxın burada 5 verib, 3 vurulsun 5. Yerdə neçədir? 8-dir. Deməli, 5 vur 8 biz burada alırıq 40. 3-ü də 4-ə vursaq 12. Baxın, bu 12 ilə getdi. Məxrəcdə bir 10-luğumuz qalır. Burada da 10 üstü 3 var, olur 10 üstü 2. Yəni 100. 2-ni də 100'ə vurmaqla alırıq 200. Doğru cevabımız olur burada neçə? 200'dür. O da hansı variantdadır? Həmin 200 də A variantında. Sonra verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisi onun temperaturundan asılıdır. Özdə düz mütənasib. Yəni baxın, bundan əvvəl də elə həmin düsturları biz qeyd edirik. 2D3 nü RT. Sonra baxaq 20 nömrəli testə. Yine daxili enerji temperaturun sabit qiymətində ideal qazın daxili enerjisi maddə miqdarı ilə düz mütənasibdir. Sonra 21 nömrəli testdə, burada 21 nömrəli testdə bizdə 4 proses təsvir olunmuşdu. 4 prosesdə və nə soruşur? Hansı hissədə ideal qazın daxili enerjisi azalmışdır? Diqqətli olaq. Deməli, sabit kütləli ideal qazın daxili enerjisi onun temperaturundan asılıdır. Daxili enerji azalması üçün temperatur azalmalıdır. Deməli, biz qrafikdə temperaturun azalan hissəsini tapmalıyıq. Birinci baxırsınız C-dən D-yə. C-dən D-yə baxın, mötərizədə yazıb ki, izotermik prosesdir. Bu deməkdir, CD hissəsində temperatur sabit qalır. Temperatur sabit qalırsa, həmin hissədə daxili enerji də sabit qalır və onu dəyişmir, dəyişməsi sıfırdır. Baxırıq BC hissəsinə. Gəlin baxaq DA hissəsinə. Mendeleev-Klaperon tənliyi ilə də bilirik ki, PV bərabərdir nü RT-dən. Baxın. Deməli, təzyiqin sabit qiymətində, yəni P-nin sabit qiymətində həcmlə temperatur düz mütənasibdir. Həcmin sabit qiymətində də təzyiqlə yenə temperatur düz mütənasibdir. Və biz tapmalıyıq ki, temperatur azalır. Temperatur azalması üçün ya həcm azalmalıdır və yaxud da ki, təzyiq azalmalıdır. Burada da həcmin azalan hissəsi var. Baxın, D-dən A-ya. D-dən A-ya baxın bu prosesdə. Təzyiq sabit qalıb. Baxın, bu hissədir. Həmin həcmi, baxın, DA hissəsini həcm oxuna köçürürük, yəni proyeksiya edirik. Bu zaman baxırıq ki, ox sıfıra yaxınlaşdı. Bu deməkdir ki, həcmin qiyməti azaldı. Həcmin qiyməti azalırsa, temperatur azalır və bu da daxili enerji azalır. Deməli, doğru cavabımız olacaq hansı hissə? DA hissəsi. Baxaq, DA hissəsi hansı variantdadır? A variantında. Sonra 22 nömrəli testdə də oxşar testi. Burada isə daxili enerjinin artmasına. Yenə qeyd etdik ki, ideal qazın daxili enerjisi temperaturla düz mütənasibdir. Temperaturun artması üçün burada iki hal olmalıdır. Birinci hal, təzyiqin sabit qiymətində həcmi artmalıdır və yaxud da ki, həcmin sabit qiymətində təzyiqi artmalıdır. Çünki temperatur hər ikisi ilə düz mütənasibdir. Baxın, temperatur hər ikisidir. Yəni, ya proses izobar olmalıdır və yaxud da ki, proses izoxor olmalıdır. Deməli, temperatur artır, gəlin baxaq, görək hansı hissədə həcm. Məsələn, CD hissəsini götürə bilməli. Çünki bu izotermik prosesdir, orada temperatur sabitdir. Baxın, olur BC hissəsi. BC hissəsində həcm artır. Həcm artır, təzyiq sabitdir. Həcm artanda temperatur da artır. Temperatur artırsa, daxili enerji artır, molekulun kinetik enerjisi, orta kvadratik sürət artır. Doğru cavabımız olur D variantı, yəni BC hissəsi. Məsələn, AB hissəsində həcm sabitdir. Amma təzyiq azalır. Təzyiq azalırsa, deməli, daxili enerji azalır. Götürə bilmərik. Eyni ilə də DA hissəsi. Sonra 23 nömrəli test. Deməli, təzyiq verilir, yəni P. Daxili enerji verilir. Həcm soruşur. Adi düsturdur. Düsturu yazırıq. U bərabərdir.
2-də 3 P vurulsun V düsturunu yazmaqla düsturdan həcmi tapırsınız. Həcmi tapmaq üçün deməli 2U bölünsün 3P. Qiymətləri yerinə yazıb həll edəcəksiniz. 24 nömrəli testdə deməli testdə 4 proses təsvir olunmuşdur. Bizə isə deyir ki, verilmiş kütlə, deməli kütlə sabitdir. Hər hansı bir izofray verilib, izofor proses. İzofor prosesi isə həcm sabitdir, sıxlıq sabitdir, konsentrasiya sabitdir. Qrafikdə də sıxlığı verilib. Burada isə bizədir ki, qızma. Qızma deyirsə temperatur artır. Temperatur artırsa daxili enerji artır. Və burada ümumiyyətlə ideal qaz. Qrafikdə daxili enerji görürsünüzsə, onun yanına mütləq temperaturu və yaxud ki, kinetik enerjini qeyd edə bilərsiniz. Burada da rho var. Rho bərabərdir M bölünədir V. V izofordsa V sabitdir, rho da sabitdir. Biz baxırıq qrafikin deməli 1-2 hissəsinə, bir də 3-dən 4-ə. Hər ikisində izofor prosesdir. Bizə lazımdır qızma, temperatur artsın. Bu zaman daxili enerji artsın. Olur 1-2. Doğru cavabımız olacaq D variantı. Digər 25 nömrə testi də izofor prosesdir. İzofor prosesi isə deməli sıxlıq sabit qalmalıdır. Çünki həcm sabitdir, konsentrasiya, kütlə sabitdir. Rho bərabər, məsələn, M sabit, V sabit, deməli sıxlıq da sabitdir. İzofor soyumadır. Deməli, U da T ilə düz mütənasib. Soyuma deyirsə, daxili enerji azalmadır. Deməli, daxili enerjinin azalan hissəsi. Qrafikdə 2 hissə, 2 izofor prosesi var. 1-dən 2-yə, 3-dən 4-ə. Azalma dediyinə görə 3-4, yəni 3-dən 4-ə daxili enerji azalır. Doğru cavabımız olur D variantı. Sonra 26 nömrəli testdə verilmiş kütləli ideal qazın izobar soyumasına. Kütlə sabitdir. İzobardır. İzobardırsa təzyiq sabitdir. P konstant yazılır. Soyuma deyirsə burada temperatur azalır. Temperatur azalırsa daxili enerji də azalır. Çünki temperatura görə dəyişən kəmiyyətlərdən elə biri daxili enerjidir. Daxili enerji azalır bir A variantında var, bir də C variantında. Soyuma deyəndə burada maddə sıxılır. Sıxılırsa onun həcmi də azalır. Deməli, həcm də azaldı. Və bilirik ki, sıxlıq da rho bərabərdir M bölü V. Kütlənin sabit qiymətində həcm azalırsa, sıxlığın qiyməti artacaq. Deməli, azalar artar. C variantı. Daha yaxşı bir qayda olaraq belə qeyd etmək istəyərdim. Baxın, yazaq bura. Mendeleyev Klaperon tənliyi ilə P vurulsun V bərabərdir U-ya. U yox, temperatura daha doğrusu. Deməli, P vurulsun V bərabərdir T-yə. T-yə görə dəyişən kəmiyyətlər. Bura U-nu qeyd edəcəksiniz, kinetik enerjini, bir də orta kvadratik sürəti. Həcmə görə dəyişən kəmiyyətlər isə 1 bölünsün rho, 1 bölünsün konsentrasiya. Yəni, bunlar həcmə görə dəyişir. Təzyiqə görə dəyişən isə təzyiq qüvvəsidir. Deməli, temperatur izotermikdir. İzotermikdə temperatur sabit qalanda bu üç kəmiyyət, orta kvadratik sürət sabit qalır. İzoforda həcm sabit qalanda, baxın, bu kəmiyyətlərdə. İzobarda da təzyiq sabit qalanda təzyiq qüvvəsi. Bütün izoproseslərdə isə sabit qalan qazın kütləsidir. Verilmiş qaz isə molyar kütləsi də eynidir. Maddə miqdarı da molekulların sayı. Baxın, bu kəmiyyətlər bütün izoproseslərdə sabit götürüləcək. Sonra baxaq 27 nömrəli testdən. Verilmiş kütləli ideal qaz izotermik. İzotermik deyirsə temperatur sabitsə daxili enerji sabitdir. Baxaq, B variantında var, D-də var, bir də Y-də var. Genişlənmədir. Genişlənmə deyəndə həcm artır. Həcmlə sıxlıq tərs olduğuna görə sıxlığın qiyməti azalır. Götürürük, dəyişməz, azalar. Doğru cavabımız oldu. B variantı. Sonra baxaq 28 nömrəli testdə. Baxın, bayaqkini biraz səliqəsiz qeyd etdim. Deməli, yazırıq P vurulsun V bərabərdir T. T'nin qarşısı T'yə düz mütənasib olmaları U-dur, YK-dır. Bir də orta kvadratik sürət, o isə kök altı düz mütənasibdir. Sonra V-nin indeksinə 1 bölür o. 1 bölünə yazacaqsınız konsentrasiya. Təzyiqə isə F yazacaqsınız. Sonra buna izofor, buna izotermik, burada nə deyirik? İzobar. Bütün izoproseslər üçün də sabit olan nələr idi? M idi. Molyar kütlə nösü, bir də N molekul sayı. Baxaq 28 nömrəli testdə. Verilmiş kütlə. Deməli, izoproseslərdən birini seçməli. Təzyiqlə temperatur. Təzyiq dəyişirsə izobar deyil. Temperatur dəyişirsə izotermikdir. Deməli, proses nə cür prosesdir? İzofor prosesdir. Bizdən həcm və daxili enerji soruşur. İzofor prosesi isə deyirik ki, həcm sabitdir. Dəyişməz.
Burada 1-dən 2-yə temperatur artır. Temperatur artırsa daxili enerji də artır. Biz seçirik. Daxili enerji artır, həcmi sabit qalır. Doğru cavab olur Y variantı. Sonra 28 nömrəli testdə, baxaq 28 nömrəli testdə. 28 nömrəli testdə daxili enerjinin həcmindən asılılıq qrafiki verilmişdir. Şimdi baxın. Bu daxili enerjinin yanına, qarşısına biz bura temperaturu yaza bilərik. Və bizə deyir ki, qaz 1 halından 2 halına keçdi. 1 halından 2 halına keçəndə temperatur sabitdir. Çünki daxili enerji sabitdir. Proses izotermik prosesdir. Burada həcm 3 dəfə artıb. Və Mendeleev-Klaperon mütəlliyinə görə də temperaturun sabit qiymətində həcmlə təzyiq tərs mütənasibdir. Bax, buraya yazılır, tərsdirlər. Həcmi 3 dəfə artıbsa, təzyiq 1/P yazaq bura. Təzyiqi 3 dəfə azalıb. Doğru cavab olacaq D variantı. Sonra 30'da izoxor proses. Deməli, izoxordursa, baxın burada V, Rho, N. Bunlar getdi sabit. Deməli, V, Rho, N. Bunlara yazırsaq konstant. Sonra izoxor soyma. Soymadırsa temperatur azalır. Temperatur azalırsa daxili enerji azalır. Təzyiq də temperaturla düz mütənasib olduğuna görə daxili enerji də azalır. İkisine də seçirik. Azalır. Doğru cavab olacaq hansı variant? Doğru cavabımız olacaq B variantı. Sonra baxaq digər testimizə. Məsələn, 31 nömrəli testdə. Təzyiq dəyişir. Demək, təzyiq dəyişirsə, baxın, təzyiq dəyişirsə bu izobar deyil. Temperatur dəyişirsə izotermikdə deyil, proses izoxordur. Və bu hissəni seçdik. Sonra burada temperatur azalır. Temperatur azalırsa daxili enerji də azalır, təzyiq də azalır. Bizdən həcmi soruşur. Həcmi sabit qaldı. Bir burada var, bir burada. Daxili enerjisi də azalır. Doğru cavab B variantı. Çünki bu xətti baxın 1-dən 2-yə. 1-dən 2-yə temperatur azaldığına görə daxili enerji azalır. Sonra 32 nömrəli test Venn diaqramıdır. Verilmiş kütləli ideal qaz üzərində deməli izotermik proses gedir. Bir də izobar soyuma gedir. Deməli, istər sıxılma olsun, istər soyuma olsun. Baxın, burada yazaq PV bərabərdir T-yə. Deməli, birində izotermik yazıb prosesi, birində də izobar yazıb. İzobar yazıb. Bu deməkdir ki, həcm hər iki proses üçün dəyişəcək. Sıxılma və soyuma. Hər ikisində həcm azalır. Ona görə bura qeyd edirik, biri ortaya yazdım. Sonra həcm azalır. Həcm azalanda sıxlığın qiyməti artacaq. 2-ni də bura yazdıq. Sonra gəlir, qazın temperaturu sabit qalır. Temperatur sabit qalırsa izotermikdə, qazın daxili enerjisi sabit qalır. O da izotermikdə, çünki kütlə sabit, temperatur sabit. Sonra qazın Torşenə göstərdiyi təzyiq qüvvəsi sabit qalır. Çünki təzyiq sabit qalır. 5-i buraya yazırıq. İndi burada qeyd edək. Çünki variant burada göstərmədiyinə görə kənarda qeyd edək. Deməli, 1-ə yazdıq 3, 4, 2-yə yazdıq 5, 3-ə də yazdıq necə? 3-ə də yazdıq 1, 2. Baxaq görək bizə indi hansı variant verilir? Baxaq hansı variantdır? Bəli, 1-ə 3, 4, 2-yə 5. Doğru cavabımız olur Y variantı. Sonra keçək 33 nömrəli testə. 33 nömrəli testdə təzyiqin konsentrasiyadan asılılıq qrafiki verilir. Bunların ikisinin bir yerdə olan düstur olaraq P bərabərdir NKT düsturuna qeyd edirəm. Bir hansı hissədə daxili enerji azalır. Bildik ki, daxili enerji temperaturla düz mütənasibdir. Daxili enerji azalması üçün nə azalmalıdır? Temperatur azalmalıdır. Bu da iki şərt daxilində. Məsələn, bir dəfə izobar olub, məsələn, təzyiq sabit olacaq, konsentrasiya artacaq. Çünki konsentrasiya ilə temperatur tərs mütənasibdir. Onda temperatur azalacaq. Gəlin axtaraq. Deməli, təzyiq sabitdir. Təzyiq sabitdirsə 1-5 var, bir də 1-2 var. Bizə lazımdır konsentrasiya artsın. Ona görə biz seçirik 1-2-dir. Doğru cavabımız olacaq B variantı. Məsələn, deyə bilərsiniz ki, 1-dən 3-ə də konsentrasiya artır. 1-dən 3-ə təzyiqdə dəyişir, konsentrasiya dəyişir. Onda bu zaman temperatur sabit qalır. Bizə isə lazımdır ki, təzyiq sabit qalsın, konsentrasiya artsın, temperatur azalsın və yaxud da konsentrasiya sabit qalsın, təzyiq ilə temperatur düz mütənasibdir. Hər ikisini etsin. Məsələn, təzyiq artanda temperatur da artacaq. Burada isə elə bir hal yoxdur. Məsələn, konsentrasiyanın sabiti var. Burada daxili enerjidə daha doğrusu azalar deyil də bizə. Yəni, bunların ikisi də azalmalıdır. Burada isə
konsentrasiyanın sabit olduğu hal var 1-dən 4-ə. 1-dən 4-ə təzyiq artır. Bizdə isə lazımdır ki, təzyiq azalsın. Çünki daxili enerjinin azalar variantındır. Ona görə doğru cavab olur 1-dən 2-yə. Sonra 34 nömrəli testdə. Birinci baxırsınız, qrafikdə təzyiqdə dəyişir. Deməli, 1 və 2 nöqtələrinə uyğun hansı fiziki kəmiyyətin qiyməti eynidir. Deməli, təzyiq 1-dən 2-yə və yaxud da ki, 2-dən 1-dən tutaq ki, 2-yə istiqamət qoysaq belə. Deməli, düz xətlə P ilə T düz mütənasibdir. Birləşdirdik. Təzyiqlə temperaturu düz mütənasibdirsə, burada prosesi biz adlandıracaq izoxor proses. İzoxor prosesdə həcm, sonra konsentrasiya, sıxlıq, bunlar sabit qalır və deyir ki, eynidir. Qazın sıxlığı eynidir, molekulun konsentrasiyası eynidir. Cavab olur 1-4. Məsələn, soruşula bilərsiniz ki, bəs kinetik enerji. Kinetik enerji eyni deyil. Məsələn, bir nöqtəsinə uyğun temperatur böyükdür, 2 nöqtəsinə uyğun temperatur nədir? Kiçikdir. Kinetik enerji də temperatura görə düz mütənasibdir. Məsələn, 1-ə uyğun kinetik enerji 2-dən böyükdür. Sonra 35 nömrəli testə baxaq. Məsələn, bu testdən də bizdə çox variant var. Bir neçəsi olacaq. İndi baxın. Testdə 4 proses təsvir olunur. Təzyiqin həcmdən asılılığı. Biz bu dərs testi oxuyuruq, testə uyğun prosesi seçməli. Deyir ki, izoxor qızma. Əvvəl gəlin özümüz kənarda çəkək. Deməli, P-nin həcmdən asılıdır. İzoxor deyirsə, həcm sabit qalmalıdır. Həcmə bir perpendikulyar çəkdik. Qızma deyirsə, temperatur artmalıdır. Temperatur artanda təzyiq də artmalıdır. Onda oldu bu istiqamət. İndi baxaq, bu qrafikdə həmin bu istiqamətə hansı uyğundur? 4-dən 1-ə. Baxın, 4-dən 1-ə istiqaməti seçirik. Və bizdən soruşur daxili enerjinin dəyişməsi. Yazırıq U bərabərdir 2-də 3. İzoxor olduğuna görə V0, V-yə yazdıq, dəyişmən qoymuruq, amma təzyiqi dəyişir. Buradan da yazaq delta U. V-də 2-dən 3-ə. İndi 2-dən 2-də 3, yəni 4-dən 1-ə. 4-dən 1-ə V-yə nə yazılıb? V0, bura V0-ı qeyd etdik. Delta P isə sondan başlanğıcın çıxması, yəni 3P0-dan P0-ı çıxırıq. Burada nə qalacaq? 2P0. Buradan 2-lər, x-lar gedir. Doğru cavabımız olacaq 3, P0, V0. Alırıq hansı variant? Alırıq Y variantı. Çünki burada qızma deyir. Qızma deyirsə daxili enerji artacaq. Məsələn, testlər olacaq ki, siz oradan mənfi də görəcəksiniz. Mənfi azalmanı bildirir. Sonra, məsələn, burada verilmiş kütləri bir atomlu ideal qazın orta kinetik enerjisinin təzyiqdən asılılığı verir. Kinetik enerji sabitdirsə, burada artıq bilməli, temperatur sabitdir, daxili enerji sabitdir. Sonra orta kvadratik sürət sabitdir. Burada isə təzyiq artır. Təzyiq artırsa həcmi soruşur. Mendeleev-Klaperon tənliyinə görə də təzyiq ilə həcm tərs mütənasibdir. Həcmin olacaq, azalacaq. Və daxili enerji sabitdir B variantında, bir də C variantında. Həcm azalır. Həcm azalırsa olacaq 1-dən 2-yə. C variantını seçirik. 37 nömrəli testdə oxşar testi. Verilmiş kütləli bir atomlu ideal qaz molekullarının orta kinetik enerjisinin həcmdən asılı qrafiki verilmişdir. Kinetik enerji sabit isə artıq qeyd edir. Temperatur sabitdir, daxili enerji sabitdir, orta kvadratik sürət sabitdir. Həcm artır. Baxın, həcm artır. Təzyiqi soruşur. Mendeleev-Klaperon tənliyinə görə də həcm təzyiqlə tərs mütənasibdir. Yəni PV bərabərdir T. Burada deməli temperatur sabitdir. P-ni tapsaq T, deməli RT bölünsün nədir? V. P ilə V tərs mütənasibdir. Deməli, həcm artırsa təzyiq azalacaq. Təzyiq azalır. Hansı variant? V variantı. Sonra 38, 39, 40 nömrəli testlər, hətta 41 nömrəli test, 4 dənə ardıcıl eyni test gəlir. Oxşar tipli testlərdir. İndi baxaq biz bir izobarla olana baxaq. İzobar özdə baxaq sıxılma halına. Deməli, verib bizə nə? Sabit kütləli bir atomlu ideal qaz üzərində qapalı proses aparılmışdır. İzobar sıxılma. Deməli, izobar. Çəkək burada. Təzyiqi həcmlə asılıdır. İzobar desə həcmə bir perpendikulyar çəkdik. İzobar sıxılma desə temperatur azalır. Temperatur azalanda həcm də azalır. Onda istiqaməti həcmin azalmasına doğru. Baxın, çəkdiyimiz istiqamətə uyğun bu şəkildə 3-4 uyğun gəlir. Deməli, 3-dən 4 arası olan prosesi seçməli. 3-4 arası, baxın, təzyiq P0-dır. Bəs 3-4 arası həcm dəyişməsinə baxırıq. 3 prosesin başlanğıc kimi götürüləcək. Bura yazıb 3V0. 4 isə prosesin sonudur. Bura yazıb V0. Və daxili enerjinin dəyişməsinin hesabla. Deməli, delta U bərabərdir
2'də 3 izobar olduğuna göre P ama delta V həcm dəyişdi. Bərabər buydu. Yazıb 2'də 3. P'ye burada P0 yazıb delta V. Delta V'nin neyini açırsınız? Sondan başlanıcı. Yəni 4'ə uyğun istibax belə köçürdük bura. V0'dan 3 V0 çıxırsa. V0'dan 3 V0 çıxanda qalır mənfi 2 V0. 2'lər x'lar getdi. Onu biz burada alırıq. Mənfi 3 V0 V0. Deməli, daxili enerji azalıb. Burada olacaq nədir? Bu cavabımız olacaq. Yəni daxili enerjinin dəyişməsi B variantı mənfi 3 V0 ilə təyin olunacaq. Sonra 42 nömrəli testdə həcmi 0,5. Deməli, həcm verilib. Bizə V bərabərdir yazırıq 0,5. Baxın, həcmə yazırıq burası 0,5 metrin kubu. Sonra bir sabit kütlə, hər hansı bir izoprosesdir. Deməli, ideal qazın təzyiqi 4 kilopaskaldır. 4 kilopaskal 4 vurulsun 10^3'tür. Çevirmə aparmayacağım. Cavab kilonandır. Sabit təzyiq. Deməli, izobar prosesdir. P konstantdır. Temperatur 3 dəfə artıb. T2 bərabərdir 3T1. Təzyiqin sabit qalması üçün temperatur 3 dəfə artanda həcmi də 3 dəfə artmalıdır. Onda V2 bərabərdir 3V1. Yəni Mendeleev-Klaperon tənliyinə görə PV bərabərdir nÖ/RT düsturuna qeyd edirsə. P sabitdirsə, VT ilə nədir? Düz mütənasib. Onda bizə verilən başlanğıc həcmdir. Onda V2 bərabərdir 1,5. Yəni 3V1 3 dəfə artıb. Və daxili enerjinin dəyişməsi soruşur. Yazaq, delta U bərabərdir 2'də 3 P vurulsun delta V. Təzyiq sabitdir, amma həcm dəyişir. Çünki temperaturda dəyişir. Proses izobardır və izobar prosesdə daxili enerjinin dəyişməsini hesablayır. 2'də 3. Təzyiqi verib 4 kilopascal. Kilo 10^3'tür. Cavab kilola olduğuna görə çevirməni etmədim. Delta V nə deməkdir? Yəni son qiymətdən başlanğıc qiyməti çıxırsınız. Son qiyməti 1,5, başlanğıc qiyməti 0,5'dir. 1,5'dən 0,5'e çıxanda burada nə qalacaq? 1. 2 ilə 4'ü x'lar aparsa 2, 3 vur 2'də alırıq 6 kilojoule. Enerji vahidi nədir? 6 kilojoule. A variantı. Sonra 43 nömrəli testdə təzyiqin sıxlıqdan asılı qrafik verilmişdir. Daxili enerji üçün hansı münasibət doğrudur? Bilirik ki, ideal qazın daxili enerjisi temperaturla düz mütənasibdir. Qrafikdən temperaturu da müqayisə edə bilərsiniz və yaxud da ki, daxili enerjinin təzyiq və sıxlıq arasında əlaqə düsturunu yazıb müqayisə edə bilərsiniz. Məsələn, yazaq bu düsturu. P bərabərdir ρ/RT bölü molyar. Şimdi bu düstura görə təzyiq sıxlıqla düz mütənasibdir. Verilən nöqtələrdən düz xətlər keçirək. Baxın, bir düz xət buradan gəldi. Bir düz xət də buradan gəldi. Deməli, 1 ilə 2'yə uyğun temperaturlar eynidir. 1 və 2'yə uyğun temperatur eynidirsə, 1 və 2'nin daxili enerjisi eynidir. Yəni, U1 bərabərdir U2'yə. Nə qaldı? U3. Düsturdan temperaturu tapsaq və yaxud da ki, P-ni temperaturu tapsaq olacaq. P vurulsun E, bölünsün, ρ vurulsun E. P bölü ρ. Təzyiq temperatur təzyiqlə düzdür. Ona görə təzyiqə yaxın olan böyükdür və yaxud da, baxın, P bölü ρ. Düsturdan P bölü ρ bizə verir tangens alfa. Onda biz alırıq ki, T bərabərdir. Deməli, molyar vurulsun tangens alfa bölü R. Hər xəttin altında bir alfa bucağı var. Baxırıq. Hansının alfa bucağı böyükdürsə onun temperaturu böyükdür. Temperaturu böyük olanın daxili enerjisi böyükdür. Deməli 1 ilə 2 bərabərdir, böyükdür 3'dən. Baxın, bu da müqayisəmiz. Sonra keçək 44 nömrəli testdə. 44 nömrəli testdə ideal içərisində qaz olan kolba maye manometrə birləşdirilmişdir. Manometr burada qazın təzyiqini ölçür. Kolba su olan qaba salındıqdan sonra manometrin göstərişi dəyişir. Əvvəlcə baxın, manometrin bu qolunda hər iki sağ və sol tərəfdə maye sütunlarının hündürlükləri eynidir. Həmin hündürlüklərdən oturacağı bir paralel xətt çəkdik. Baxın, burada qazın təzyiqi, burada da atmosfer təzyiqi. Digər uc açıqdır. Deməli, birinci halda qazın təzyiqi bərabərdir atmosfer təzyiqinə. Deməli, burada qazın təzyiqi dəyişmir, temperatur dəyişməyib, daxil enerji. İkinci halda isə kolbanı suyun içərisinə salınırlar. İndi yenə buradan əvvəlcə bir kolbanın oturacağını bir xətt çəkdik. Və gördük ki, qollarda maye sütunları artıq dəyişdi, bərabər deyil. Hansı maye sütunu oturacağa yaxındırsa, həmin maye sütunundan oturacağa paralel bir xətt çəkək. Baxın, çəkdik. İndi birinci hissədə, bax, bu hissədə təkcə qaldı qazın təzyiqi. Digər hissədə isə həm atmosfer təzyiqi var,
həm də maye qaldığına görə burada hidrostatik təzyiq var. Onda biz anlarıq ki, qazın təzyiqi bərabərdir atmosfer təzyiqi ilə hidrostatik təzyiqin cəminə. Bu isə o deməkdir ki, qazın təzyiqi artıb, qazın təzyiqi artıbsa onun temperaturu artıb, temperatur artıbsa daxili enerji artıb. Doğru cavabımız olur B variantı. Sonra 45 nömrəli testdə verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi TV diaqramında, yəni TV, P-nin deməli temperaturun həcmindən asılılıq diaqramı verilmişdir. A halında qazın daxili enerjisi, baxın bu nöqtədə. A halında qazın daxili enerjisi 200 kJ-dur. Bilirik ki, ideal qazın daxili enerjisi kütlənin sabit qiymətində temperaturla düz mütənaşibdir. Və A halından gəldi B halına. Deyir ki, B və C halında daxili enerjisi nəyə bərabər olur? Baxın, A-dan B-yə gələndə gəlirik temperatur oxuna. O zaman 2 bölgü artdı. Elə ki, fərz edək ki, temperatur 2 dəfə artır. Bunda daxili enerji də 2 dəfə artacaq. Burada neçə olacaq? Olacaq 400. Baxın, indi buraya yazaq. Bax, bu hissədə temperaturun bu nöqtədəki qiymətinə uyğun daxili enerji 400-dür. A nöqtəsində uyğun isə neçədir? 200-dür. Burada bölgülərlə işləyirik. Məsələn, bura 400-dürsə, bu orta hissəyə neçə düşəcək? Orta hissəyə düşəcək 3. Elə bir ki, 100 gəlir. Və bizə deyir ki, B-dən C-yə gəldi. İndi C nöqtəsində deyir neçə olar? Əgər qeyd etsək ki, məsələn, hər bölgüyə daxili enerjini 100 götürürüksə, indi 200-dən gəldi düşdü bu bölgüyə. Onda neçə olacaq? 100 kJ. Deməli, B nöqtəsində 400, Y nöqtəsində isə neçə oldu? 100 kJ. Doğru cavabımız oldu Y variantı. Sonra 46 nömrəli test. Verilmiş kütləli ideal qaz, deməli izobar qızma. Buradan qeyd edək. PV bərabərdir T-yə. İzobarsa P sabitdir. Qızma deyirsə temperatur artır. Temperatur artırsa daxili enerji artır. Qızma deyirsə həcm artır. Həcm artırsa sıxlıq azalır. Çünki sıxlıqla həcm tərs mütənasibdir. Daxili enerji artdı. Sonra sıxlıq isə nə oldu? Azaldı. Cavabımız oldu 1, 3. 47 nömrə testdə oxşar tipli testdə izobardırsa P konstantdır. Soyumadırsa temperatur azaldı. Temperatur azalırsa daxili enerji azaldı. Sonra həcm azaldı. Çünki izobar soyuma və yaxud ki sıxılma var. Həcm də azaldı. Bura V-ni də yaza bilərik. Həcm, daxili enerji azaldı. Bunu tapdıq. Həcm azalırsa sıxlıq artacaq. Doğru cavabımız olacaq 2, 4. Sonra keçək 48 nömrəli testdə. 48 nömrəli testdə təzyiqin temperaturdan asılılıq verib. Baxırıq ki, qrafikdə həm təzyiq dəyişir. Məsələn, təzyiq azalır, temperatur da azalır. Təzyiq dəyişirsə izobar deyil. Temperaturu dəyişirsə izotermik deyil. Deməli, proses izoxordur. İzoxor prosesdə həcm sabit qalır. Burada da həcmi verib sabit. Deməli, seçdik 5-i. Daxili enerji soruşur. Daxili enerji temperatura görə dəyişir. Daxili enerji temperaturla düz mütənasibdir. Temperatur azalırsa, daxili enerji də azalır. Olur 2. Deməli, 2, 4. Oxşar test 49 da eyni testdir. Deməli, izobar deyil, izotermik deyil. Bu izoxor prosesdir. Həcm sabitdir. Götürdük D variantıdır. Daxili enerji soruşur. Daxili enerji bildik ki, qeyd etmişdik bundan əvvəldə. Yəni, 2-də 3 nöqtədir. İdeal qazın, verilmiş kütləli ideal qazın daxili enerjisi onun temperaturundan asılıdır. 1-dən 2-yə temperatur artır. Temperatur artırsa, daxili enerji də artır. Cavab olacaq 1, bir də 4. Sonra baxırıq 50 nömrəli testdən. Məsələn, 50-51 oxşar tipli testlərdir. Verilmiş kütlə. Kütlə sabitdir. Deməli, izoproseslərdən biridir. Hansı izoprosesdir? İzotermik. İzotermik isə temperatur sabitdir, daxili enerji sabitdir, orta kinetik enerji sabitdir, orta kvadratik sürət sabitdir. Genişlənmə. Genişlənmə deyəndə həcm artır. Deməli, V-si artdı. V-si artanda sıxlığı və konsentrasiyası azalacaq. Çünki ρ bərabərdir M bölü V. M sabitdir. V artırsa, ρ-nun qiyməti nə olacaq? Azalacaq. Deməli, qazın daxili enerjisi dəyişmir 1. Sonra qazın sıxlığı azalır, yoxdur. Bir də təzyiq azalır. Çünki Mendeley Klaperon tənliyinə görə P bərabərdir nü RT böl V. Həcm artırsa, təzyiqin qiyməti nə olacaq? Azalacaq. Cavab olacaq 1, bir dənədir 2. Sonra 51 nömrə test. Bir atomlu verilmiş kütlə bir də hansı prosesdir? İzotermik prosesdir.
İzotermi proses isə qeyd etmişik. Daxili enerji dəyişmir. 1 doğrudur. Sonra burada sıxılma. Sıxılmadırsa həcm azaldı. İndi əvvəl həcm artmışdı. İndi həcmə götürdük. Nə etdi? Həcm azaldı. Həcm azalanda təzyiq artır. Baxın, burada təzyiq artır var. Deməli, cavab olacaq 1, bir də 3. Sonra 52 nömrəli testdə bir atomlu ideal qaz bir halından 2 halına keçəndə onun daxili enerjisi neçə dəfə azalır? Baxın, 1 haldan 2 halına gələndə burada təzyiq 2 dəfə azalır. Sonra həcm 4 dəfə azalır. Bu isə o deməkdir ki, temperatur 8 dəfə azalır. Çünki T bərabərdir. PV bölünsün. Növ sabitdir. Təzyiq 2 dəfə azaldı, həcm 2 dəfə azaldı, temperatur neçə dəfə azaldı? 8 dəfə. Temperatur 8 dəfə azalırsa, daxili enerji 2-də 3 növ RT ilə bura PV də yaza bilərsiniz. Daxili enerji də 8 dəfə azaldı. Bu açıq sualdır. Sonra 53 nömrəli testdə bir atomlu ideal qaz bir haldan 2 halına keçdikdə. Yenə oxşar testdə bir halından 2 halına keçəndə təzyiqi artıb, həcmi də artıb. Bu isə o deməkdir ki, temperatur artıb. Deməli, temperatur artıbsa, daxili enerji artıb. İndi biz baxaq. Yazaq elə U bərabərdir 2-də 3 PV düsturuna yazaq. Deməli, neçə dəfə artar, azalar tipli testlərdə düsturdakı əmsaldan istifadə etməyəcəksiniz. Yəni U, götürək ki, P vur V. Baxaq, 1-dən 2-yə gələndə təzyiq neçə dəfə artıb? Təzyiq 2 dəfə artıb. 1-dən 2-yə gələndə həcm neçə dəfə artıb? 6 dəfə artıb. Bu isə o deməkdir ki, daxili enerji 12 dəfə artıb. Yazırsınız ki, U2 bərabərdir 12, U1. Sonra 54 nömrəli testdə deməli, göstərilən proseslərdə verilmiş kütləli ideal qazın daxili enerjisi artmalıdır, azalmalıdır, bir də dəyişməz. Daxili enerjinin artıb azalmasını temperatura görə. Məsələn, artıb. Baxmalı ki, harada temperatur artıb? Deməli, B-də, bir də A-da. Deməli, buraya yazılır B, bir də A. Daxili enerji azalır, temperatur azalır. Temperatur azalır harada? C-də, baxın, azaldı, bir də D-də. Buraya yazılır C-də. Daxili enerji dəyişmir. Hansı variant oldu? D-də. Çünki həmin hissədə, baxın, bu hissədə verilən xətt, məncə bu ox, temperatura perpendikulyardır. Temperatura perpendikulyarsa, temperatur dəyişmədir. 55 nömrəli oxşar testi ideal qazın daxili enerjisi. Daxili enerji nə cür dəyişdiyini bilmək üçün temperaturdan istifadə edirik. Artır. Baxaq, B-də temperatur artır, bir də C-də temperatur artır. Onda birə yazır C, bir də B. Sonra daxili enerji azalır. D-də, bir də Y-də. Buraya yazır D, bir də Y. Dəyişmir. A-da. Çünki bu xətt temperatur oxuna perpendikulyardır. Bura götürdük A. Deməli, doğru cavabımız da baxın uyğunluqlardır. Uyğunluqlarımızı qeyd etdik. Baxaq, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun. Kanala abunə olub paylaşmağı unutmayın. Kanalda mövzuların izahları da var. İzahlarla da tanış ola bilərsiniz. Sağ olun.